Bir neçə günə oğlumun ad günüdür. Fikirləşdik ki, sinif yoldaşları üçün belə kiçik hədiyyələr düzəldək. Eşitdim ki, Walmartda 24-26 oktyabr tarixlərində bənzərsiz endirimlər var. Dedim elə bu fürsətdən yararlanıb həm də sizə endirimlərdən xəbər verim. Belə ki, narın 1 kiloqram 1 manat 99 qəpik deyil, 97 qəpik. Alma polimit 1 manat 99 qəpik deyil, 97 qəpik. Soğan 49 qəpik deyil, 27 qəpik. Heyva 1 manat 99 qəpik deyil, 97 qəpik. Göyçay çanaq pendir 10 manat 89 qəpik deyil, 8 manat 97 qəpik. Ramaşka xama 5 manat 29 qəpik deyil, 4 manat 17 qəpik. Ankara makaron çeşidləri 1 manat 37 qəpik olacaq. 9 kiloqramlıq adil yuyucu tozu 19 manat 99 qəpik deyil, 11 manat 97 qəpik. Cif krem 3 manat 19 qəpik deyil, 2 manat 29 qəpik. Hagis uşaq bezi isə sadəcə 21 manat 97 qəpik olacaq. Hamsafar kərə yağı 21 manat 99 qəpik deyil, 13 manat 97 qəpik. Siyazən filə 7 manat 99 qəpik deyil, 5 manat 99 qəpik. 5 kiloqramlıq öz şəkər tozu isə sadəcə 7 manat 97 qəpik olacaq. Və onu da bildirim ki, 29 manat üstü alış-verişdə Xəzər unu 8 manat 99 qəpik deyil də 4 manat 97 qəpik olacaq. Və son olaraq OSIA kartı istifadə edib 1,5 vaat kəşbek qazanmaq unutmayın. Və siz necə uşaqlara hazırladığımız hədiyyələri bəyəndiniz?